Bugün biz gəlmişik öncə qalıya Feyyaz Dədə ilə bir yerdə gələk Qasım dayını ziyarət edək, borcumuzdur. Və Qasım dayıya çox əziz olan və bizə də çox əziz olan bir şəxsin Feyyaz babamın dayısı Balağa kişinin şəklini getmişəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Qeyd edim ki, Feyyaz babamın zəhmətini çox çəkib, əziyyətini çox çəkib. Çünki Feyyaz babamın valideynləri ki, 37-ci ilin depressiyasına məruz qalıb, Balağa kişi saxlayıb. Allah rəhmət eləsin. Artıqdan çıxarılan pasportudur, təqdim edirəm. Sağ ol. Onu salamat eləsin, Allah köməyin olsun. Çünki mən ilk dəfə gəlib ziyarət edəndə Qasım dayının arzusu oldu ki, kaş atamın şəkili olaydı. Mən uşaq vaxtıma düşdü. Mənim 11 yaşım var. Anam da avam arvalıydı. Sonra ağlım kəsəndə aynı bunun pasportundan, şəklindən bir şey var. Mən ne bileyim, o vaxt öyle. Mənim arvalıydı. Yaşadığı da ama yaddaşımda qalıb, 11 yaşım var. Amma mən onu görəndə belə deyirdim. Qara saçlı deyirdim bu zaman. Bu cavanlıq şəkildir. Mən onu belə 82 yaşındakı yaddaşımda saçı azad düz elə belə qamətli kişiydi. Amma saçaq idi də, saqqalı idi. O da sənin canını salamat eləsin. Sən elə bu mənim atamı mənə təzədən təqdim elədi. Bu şəkildə. Həqiqətən çox. Nəinki mən yox, evdə də, nəvələri də, gəldi də, hamı çox şad oldu. Bu şəkillə çox sağ ol, Allah canım salamat eləsin. Oyun olsun, mən bu büyüğüm oğlunu əvəz edən balaca Fəyaz kişi, böyük kişi olsun, bizə də Allah ömür versin, bunu toyun görək. Amin, İnşallah. Yəqin kişi toyuna çatar, o böyük toyuna çətir. O da çatar. Böyük toyuna çətir. Hə? O boylamış. Sağ ol baba, sağ ol. Görüş baba ilə görüş, baba ilə görüş. Ağırlı oğlan değil bu, hə? Qismətə baxayım. Hacı bolam, hacı bolam. Allah sizə ömür versin, can sağlığı. Allah cəhəmizə ömür versin, Allah heç evə peşmançılıq etməsin. Amin. Hər uşağın hamısı atalı analı böyüsün. Amin. Amin. Bizim gəlinin də nəvələri, balaları, oyun olsun, balaca oğlunu da evləndirsin. Gələn toyunda iştirak edir. Allah razı olsun. Allah səndən razı olsun ki, bilirsən sən nə iş görmüsən, sən böyük bir iş görmüsən. Bilən üçün, bilməyən üçün demirəm mən. Sən, adam poyuzda biriyle gelir, göz onunla dostu olur. Deyir falan yedim, benim bir dostum var. Ne bileyim ben, 2 gün gelir çarşıda oturur, ondan dost olur. Ama biz en yakın adamlarımız gittikçe uzaklaşmıştı. Bəli. Her gün uzaklaşmıştı bana. Ben doğma büyüğüm nəvəssə sən. Ama var idi əlaqə, ama deyir ki, gedərəm də. Sonra? Hasan gedərsən. Amma sən həmən o gedərəmləri yaxınlaşırdın. Tam nöqtəni qoydun, da gedərəm demək. Getdim, gəldim, getdim. Çox sağ ol ki, sən bu işi elədin bizim üçün.